Bismillahirrahmanirrahim. Elhamdülillahi ve salatu ve selamu ala Resulillah. Amma ba'd. Allah Teala'dan diləyirəm ki, etdiyimiz ibadətləri dərgahında qəbul eləsin. Xeyr əməllərdə hamımızı muvaffaq eləsin. Allah Teala Qədir gecəsinə çatmağı, görməyi və Qədir gecəsində olan fəzilətləri əldə edənlərdən eyləsin. Allah Teala hamımızı dində, imanda sabit eyləsin. Allah Teala hamımızı Resulullah sallallahu aleyhi ve sellem'in ətrafında həşr eyləsin. Və bizi hiçbir zaman dindən, imandan ayırmasın. Gözəl günlərdəyik qardaşlar. Ramazanın son 10 günündəyik. Xüsusən də bu gecə Ramazanın 25-ci gecəsidir və fəcrə az qalıb. Allah Teala bizi Ramazanı tamamlamağı və etdiyimiz ibadətləri qəbul edənlərdən eyləsin. Sizə bir sual verim mən. Siz George radiyallahu anh'ı eşitmişsinizmi? George radiyallahu anh. Bunu bir şeyhə soruşurlar. Bir aparıcı deyir ki, George radiyallahu anh'ı eşitmişsən. Deyir, Euzubillahimineşşeytanirracim. Nətər George? Sahabələrdə mən kiminsə adının George olduğunu eşitməmişəm. Tarixə baxsaq qardaşlar, tarixdə George adında İslam'a gələn cihad meydanında bir nəfər var. Amma tabii ki, sahabə deyə bilmərik, amma sahabələrin dönəmində olur George. Bilmirəm George radiyallahu anhum deyim, yoxsa George radiyallahu anhum, rahimahullahum deyim. Yəni uyğun olar ki, hətta şeydən çıxaq, George rahimahullah. Yarmuk döyüşündə, bilirsiniz, İslamda olan ən ağır döyüşlərdən biri nədir? Yarmuk döyüşü. Yarmuk döyüşünün Müslümanların ordusunun başında kim var idi? Halid ibn Valid radiyallahu anh. Rum tərəfdə də Hiraklın ordusu var idi. Hiraklın komutanlarından biri kim idi? Adı George idi. Halid ibn Valid'in ordusuyla 250.000 orduyla 35.000, 36.000 ordu. Rumlular tərəfdə 250.000, 300.000'e yaxın ordu var. Halid ibn Valid'in komutanlığı altında da 35.000, 36.000 və böyük və uzun sürəli bir savaş olasıdır. Təbii ki, qardaşlar, komutanlar boşuna seçilməz. Bir savaşı yürütmək üçün həm stratejik savaş qaydalarını bilənlər seçilir, həm ürəkli, həm də öndər ola bilən, rəhbər ola bilən, nümunə ola bilən adamlar seçilir. Hər iki tərəfdən də. Halid ibn Valid radiyallahu anh ordunun başına keçir, ordunu həvəsləndirir, ayələr, hədislər oxuyur, ordu savaşı tam hazırdır. O biri tərəfdən də generallar, komutanlar Rum ordusunun başında onları təhrid edirlər, həvəsləndirirlər və s. və s. Bu arada Halid ibn Valid radiyallahu anh özəlliyindən biri asla savaşda qardaşlar ikinci səhvdə olmazdı. Harada olardı? Ordunun önündə olardı. Birinci səhvdə olardı və problem düşmən tərəfdə nədə idi? Halid ibn Valid radiyallahu anh olduğunu eşidəndə görməmiş vəlvəliyə düşürlər. Peyğəmbər sallallahu əleyhi və səlləm Halid ibn Validi Allahın zəhirli xançalı adlandırmışdı. Və bu ləqəb də, bu vəsf də bütün düşmən ordularında var idi. Dəndə ki, Halid ibn Valid gəlib, deyirlər Allahın zəhərli xançalıdırsa, bu da işləri yaxşı olmayacaq. Və xüsusən də Halid ibn Valid radiyallahu anh'ın heç bir savaşda uduzluğu əsla qayda keçməmişdi. George Rum ordusunun komutanlarından biridir və önə keçir. Halid ibn Valid'e deyir ki, gəl ordular savaşmadan öncə ikimiz savaşaq. Mübarizə eləyək. Ondan sonra baxarıq gerisinə. Halid ibn Valid deyir, hay, olsun, gəl. Qalaqlaşırlar. Halid ibn Valid radiyallahu anh'a deyir ki, lakin sənə suallarım var. Olarsa biz bu suallara mənə cavab ver sonra. Halid ibn Valid radiyallahu anh deyir ki, bəli, buyur. Madəm ki danışmaq istəyirsən, hivar istəyirsən, diyalog istəyirsən, buyur. Deyir, doğrudur ki, sən Allahın göndərdiyi gerçəkdən kəskin və zəhərli xançalsan. Yəni, səni sındırmaq mümkün deyil. Sən Allah tərəfindən göndərilmişsən kimi, özel bir sifətlere maliksən kimi belə bir övgülər.
Xalid ibn Valid radiyallahu anh deyir ki, xeyr, mən Allahın yer üzünə sınmayan göndərildiyi bir xançalı deyiləm. Mən aləmlərin Rəbbi yer kürəsinə rəhmət olaraq göndərdiyi Muhammed Rasulullah sallallahu aleyhi ve sellemin bir əskəriyəm. Bu, o komutanı çox etkiləyir. Çünki düşünür ki, onun yerində bu övgü ona deyilsəydi, dəyəcəkdir, bəli, aynən doğru yerdəsiniz. Deyir, xeyr, mən bu ümmətə rəhmət olaraq göndərilmiş Muhammed sallallahu aleyhi ve sellemin əskəriyəm. Biz bu yer kürəsinə sadəcə ədaləti, insafı, dürüstlüyü, tək Allaha ibadəti yaymaq üçün gəlmişik və bunun peşindəyik. Bizə Peyğəmbərimizin öğüt nəsihəti bu idi. Xalid ibn Validə peş-peşə suallar verməyə başlayır. Tövhiddən, amacdan, məqsəddən, bu savaşda olan niyyətlərindən, ölümdən, ahirətdən, Peyğəmbərdən Xalid ibn Valid radiyallahu anhu verdiyi hər suala İslami terminlərlə, İslami yöntəmlərlə cavab verir. Deyir, bizim dinimiz haqsız yerə qan tökməyə qadağan edir. Bizim dinimiz savaşda uşaqları öldürməyə qadağan edir. Qadınlara toxunmağa qadağan edir. Tikilmiş evləri uçurmağa qadağan edir. Bar verən bir ağacı kəsməyə qadağan edir. Bizim dinimiz bizə xançal qaldıranlarla sadəcə. Və biz istəyimiz bir şeydir ki, tək Allaha ibadət eləyəsiniz, Allahın yaratdıqlarına ibadətdən azad olasınız. Komutan xançalını yerə qalxır və Xalid ibn Validin yanına gedir. Deyir, izin ver, biraz daha yaxınlaş. Deyir, yaxınlaş. Çünki həm də qorxmur. Yaxınlaşır, deyir ki, bir söz dəyəcəm, mənə düzünü deyir. Deyir, buyur, əgər İslamı qəbul etsəm, deyir, sizin dininiz məni qəbul edəyərmi? Mən sizinlə savaşa gəlmişəm. Daha öncə savaşmışıq. Xalid ibn Valid deyir, daha yaxına gəl o zaman. Deyir, mən bizim Peyğəmbərimizdən sallallahu əleyhi və səlləm eşitdim ki, İslam özündən əvvəlki günahları silər. Əl-İslamu yəhdimu mə kənə qabləhu. Deyir, ikinci sual versəm olarmı? Əgər mən bu dəqiqə kəlmə şəhadəti gətirsəm və müsəlman olsam, mənim daha öncə etdiyim günahları Allah bağışlayar və sizin səhvınıza qəbul edərmi? Xalid ibn Valid radiyallahu anh özü yaxınlaşır. Ağız məsafəsində deyir ki, bəli, bizim dinimiz bunu səndən qəbul eləyər. Və çıxardır xançalını yerinə qoyur. Xalid ibn Valid radiyallahu anh arxasına keçir. Komutan, George rahimallah, keçir Xalid ibn Valid radiyallahu anh arxasına və müsəlmanlar təkbir gətirir. Xalid ibn Validin arxasında onu görəndə səhvin dəyişdirdiyini gör. Müsəlmanlar təkbir gətirir və coşurlar. Coşurlar, qabaq ki, orduya bir vəlvələ düşür. Xalid ibn Valid radiyallahu anhu Rumun ordusunu darmadağın eləyir və qalib gəlir. Amma burada George şəhid olur. Xalid ibn Valid radiyallahu anhunun möhtəşəm bir sözü var. Az əməl, çox savab. Deyir, az əməl etdi, amma çox savab qazandı. Və bu, əziz qardaşlar, ondan sonra tarix kitablarına qayd olaraq bu hekayədən bir dərslər çıxardılar. Çıxardılan dərslərdən biri, müsəlmanlar hər bir variantda rəhmlidirlər. Hər bir variantda ədalətlidirlər. Müsəlmanların hətta savaşda belə əsas amacları qan tökmək deyil. Və unutmayın, ən kritik yerlərdə dəvət fayda verir. Ən belə ağlına gəlməz yerdə Allah İslamı layiq olan qəlbə endirir. Allah hamımız dində muvaffaq eyləsin. Sallallahu aleyhi ve sellem və barik alə nəbiyyina Muhammed.